القرآن وبحق ما نزل به القرآن وبحق محمد وآله وبحرمة سورة المباركة الفاتحة. اللهم صل على محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا Aziz həmvətənlərimiz, əziz elimizin, obamızın, Azərbaycanımızın çox dəyərli insanları, dəyərli kişiləri və burada bizim hər birimizə əziz olan elə yaxşı kişilər sırasında həmişə elinə, obasına dəstək olan bizim elimizin ağbirçəyi Şərqiyyə anamız buradadır. Mən hər birinizə böyük təşəkkür edirəm. Məhəbbət müəllimin qardaşları adından, Qərimət adından, Əhliyyət adından və onun balası Rəşid balamızın adından. Məhəbbətin itkisi tək Laçınların itkisi deyil, bu bütöv Azərbaycanın itkisidir. Valla mən sərasər gəzirəm, məclislərdə oluram. Ayın 27-sindən bu yana elə bir ailə yoxdur, elə bir ünvan yoxdur ki, orada gözyaşı tökülməsin. Bu ilahi tərəfindən məhəbbətə verilmiş məhəbbətli bir ömür yoluydu. Mən bugün doğma Bərdə cəmaatına, Bərdə elinə arzu edirəm ki, Allah bu eldə, bu ovada heç vaxt ağrı, acılı günlər qismət eləməsin. Və bugün Əhliyyətə, Qənimətə xoşdur ki, Rəşidə xoşdur ki, Bərdə torpağına Məhəbbət Kazımov 16 ildir biz bir maşınla gəzmişik. Bərdəyə gələndə, Yevlağı keçəndə o Azərbaycanı bölməyi heç vaxt sevməyib. Onun bir amalı olub, bir istəyi olub bütöv Azərbaycan. Amma haradasa hərənin içində bir doğmalıq var. Bərdəni o özünə Laçından sonra ikinci ana vətəni sayırdı, həmişə. Mən bu günləri buradan xüsusən Mütalib əmiyə, Mütalib bəyə çox təşəkkür edirəm. Onun atdığı addım olmasa, Şəhriyar ömür bu addım ata bilməz. Onun övladıdır, yaxşı kişinin yaxşı övladı olar. Və mən bu eli, bu obanı, bugün bura gələn uzaqdan, yaxından, Ağcabəddən çoxlu insanlar gəlir. Vallahi hələ xəbər tutsaydı bütün Azərbaycan heç Sultan Sarayonu tutmazdı. Mən bizim elimizin çox dəyərli, qeyrətli oğlu Akif Səlimovun adından hər birinizə çox sağ ol verirəm. O biraz səhəti ilə bağlı, indi zəng eləmişdi. Tədbirlə bağlı iştirak eləmədi. Mən Akif müəllimin adından sizə çox təşəkkür edirəm və Azərbaycanda son vaxtlar kimi sözünü şirin satmaq üçün məlumatlar, mətbuatda yayır ki, Məhəbbət Kazımovun yasını, üçünü sənət aləmində kimisə eləyib. Bunu tam əmin olun ki, Məhəbbətin özü dünyasını dəyişsə də Məhəbbətin dünya boyda adı sanı var, Məhəbbətin qardaşları var və Məhəbbətin yaxşı tərbiyə elədiyi ailəsi və oğul balası var, qız balaları var. Buna heç kim inanmasın. Məhəbbətin anımını, Məhəbbətə belə mərasimi Ağcabədi rayonuna keçən cuma Akif Səlimov böyük bir təntənəli belə el oğulları, məhəbbət sevərləri başına yığdı. Bugün Mütalib əmə başına yığdı. Allah hər birinizdən razı olsun. Və onu bilsin, hər bir kəs bilsin, doğma mən və Məhəbbətin ətraf dostları bu cürəti eşkim eləyə bilməz. Heç kim, Məhəbbət Allah'a şükür, ad sanı ilə bərabər ailəsi üçün yaxşı izlər qoyur. Hər şey var. Məhəbbətin bir sözü var idi ki, mənim həyatda varım, pulum, dövlətim, xarakterim, əqidəm, saflığım və dostlarımdır. Mən hər birinizə böyük təşəkkür edirəm və Qabil müəllim burada çıxış elədi, gözəl balalarımız, gül balalarımız. Mən arz edirəm onların toyunda Allah bizə ömür verərsə iştirak edək. Seyid Əskər ağanın adından, Seyid sizə çox və siz hər üçünüzə, siz Allahı sevən, dinə, imana xidmət edən insanlarsınız. Seyid Əskər bizim rayonumuzun axundudur, Seyid Məmməd ağanın oğludur. Mən hər birinizə Allahdan bir arzu edirəm ki, Allah heç vaxt bizə ağrı, acılı günlər qismət eləməsin. Bir də itirməyək və itirdiyimizi heç vaxt unutmayaq. Deyirəm, saf vicdanlı, əqidəli, paşdır Məhəbbət Kazımov. Bilin, sənətdə solmayan güllər əkdi Məhəbbət Kazımov.
İlahidən verilib pay, milyon qətrə baxın, qurub saray. Tək Laçın yox, Azərbaycan deyib fəryad haray çəkdi Məhəbbət Kazımov. Vurğunu da ədalətdə, var atsan da, var hörmət də, müxtəsəri bu sənətdə təkdir Məhəbbət Kazımov. Mən istərdim ki, məhəbbət sevənlərə Allah sevgili, sağlam, şirin ömür qismət eləsin. Hər birinizin qarşısında mən baş əyirəm ki, bu izdihamı, bu gözəlliyi, bu birliyi, bu saflığı siz eləyirsiniz. Gün o gün olsun, məhəbbətin içinin yarası var idi. Bir tək Laçın yox, Qarabağ ağrısı, Zəngəzur ağrısı. O bütün toylardan götürərdi mikrofonu. Tək Laçın yox, Zəngəzur da bizimdir. Azərbaycan bizimdir. Mən hər birinizə Allahdan arzu edirəm ki, təkrarən deyirəm ki, süfrəmiz daimi şirin süfrələrlə bəzədilsin. Məhəbbət ölmüyün, məhəbbət yaşayır. Ona görə ki, yol boyu gəlirik. Zərdafda bir dostumuz var, zəng eləmişdim ağanın yanında. O ağlaya-ağlaya mənə dedi ki, mənim evimdə yasdır. Bu, heç bir insana Allah tərəfindən verilmir. Məhəbbət öz adı ilə, öz saflığı ilə, öz əyilməzliyi ilə, öz qüruru ilə elinə həmişə baş ucalığı gətirən bir sənətkar olub. Və Azərbaycanın nə qədər xalq artistləri olub, bu qədər hörmət, məhəbbət üçün olub. O da kim? Onu da sizlər, elimizin qeyrətli, dəyərli kişiləri buna imkan yaradır. Mən hər birinizə çox-çox təşəkkür edirəm. Onsuz da bu yara bizim içimizdədir. Mən Bakıdan bura danışdım. Səsim kallaşdı, yaşıl obaya gəldim ki, məhəbbətlə biz burada Şəhriyar bilir. Biləsuvardan toydan gəlib gecə oturmuşduq. Dedi, nə qədər danışırsan? Deyirəm, hələ 10 günlə danışsam qutarmaz. Ona görə ki, qardaş da yaxşı şeydir, oğul da yaxşı şeydir. Amma yoldaş bir yerdə gəzmək, bir o yaranın içində saxlamaq çox çətindir. Mən hər birinizə heç vaxtı ağracılı gün arzu eləmirəm. Və bizim rayonumuzun rəisi, polis rəisi buradadır, Mehmet müəllim. Və at çəkmək istəmirəm. Şərqiyə anamıza mən deyirəm ki, sənin bura gəlişin məhəbbətin qəbrinə su çiləməkdir. Allah sənin övladlarının da ruhunu şad eləsin. Yazmışam ki, ay məhəbbət, qəlbim yaman kövrəlib. Gözüm görmür o yerləri bəri gəlib. Ay, duman alıb, çiskin alıb, yurdumu viran qalıb, baxcam, barım, bəri gəlib. Yaman haray çəkir, məhəbbət haray. Laçında tikəydim adına saray. Qızlar əldən tutub vursunlar hala, yelli gədi üzə gülər, bəri gəl. Ay məhəbbət, Laçın düşüb nəzərdən. Özünü qor namərddən, bədnəzərdən, hörmət çoxdur bizə həmişə əzəldən. Düşmən üzü bir də gülməz, bəri gəl. Allahdan arzu edək ki, Allahın istəyi, sevgisi heç birinizdən uzaq olmasın. Və hər birinizə təşəkkür edirəm. Allah sizi var eləsin, Allah sizlərdən çox-çox razı olsun. Məhəbbətin torpağı sanı, hər biriniz Allah ömür qismət eləsin. Var olun. Amin ilahi amin. Rahimallahu men yegra'ul Fatiha meselavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Elhamdülillah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yalid ve lam yulad ve lam yakul